Get ready with me universitetə getdik. Başlayaq aşağı hissədən və belə bir boz şalvarımız var. Bəgi şalvar Zaradan alınıb və məncə tam uyğun gəlir. Ən sevdiyim şalvarlardan biridir. Kommentlərdə yaza bilərsiniz, bəyəndiniz ya yox. İndi isə keçid edirik yuxarı hissəyə. Ağ tişörtümüz var, dizeldəndir. Gözəldir. Biraz sağa fırlanaq, sola fırlanaq, özümüzü göstərək. Məncə ağla boz rəng çox uyğundur və idealdır. Biraz da yaxın gələk, yaxından baxın. Oy la la. Aksesuar olaraq Rolex saatını seçirik və təbii ki, təsbeh seçirik. Bəli dostlar, təsbeh. Təsbeh sevdiyimə görə normalni belə təsbeh oynadırıq. Sağ əlimizə Rolex saatı taxırıq, sol əlimizə isə təsbeh. Və hal-hazırda çölü su bastığına görə az qalır adam üzə bilmirəm niyə. Belə bir cəketimiz var qara rəngdə, onu da atırıq üstdən, biraz poz veririk sağa, sola. Və kombinimizi tamamlamaq üçün qara krasovkadan istifadə edirik. Vans krasovkasıdır. Biraz poz verək, sağa baxaq, sola baxaq, təsbehimizi oynadaq. Oy 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 oy. Belə kombinlə çölə çıxarlar. Açki yadımızdan çıxdı dostlar. Eynək. Bilirəm, eynəkdir adı. Eynəyimiz yadımızdan çıxdı və sonda isə parfümlanaq. Vidian parfümüdür. Təsbehimizi oynadaq. Mən getdim. Biraz poz verək yaxşı. Hamınızı sevirəm. Sağ olun.